Xanım Fatimə Zəhra salamullah aleyhə haqqında çox sözlər danışmaq olar. Amma onun şəxsiyyətinə gəlib çatanda bir şey xüsusilə nəzərə çarpır ki, o gizlidir bizdən. Allahdan istəyirəm, Allah Əhl-i Beyti, xüsusilə Həzrəti Fatimə Zəhranı tanımaqda bizə kömək eləsin. Yəni bunlar elə bir insanlardır ki, bunları doğrudan da layiqincə tanısaq çox şey dəyişər həyatımızda. Buyurur ki, Peyğəmbər buyurur, onun adı nə üçün Fatimədir? Fatimə yəni ayrılmış, qopmuş. Buyurur ki, Lənnəlləhə təbarəkə və təala fətəməhə və muhibbihə anin-nar. Allah onun adına görə Fatimə qoydu ki, onun özünü və sevənlərini cəhənnəm odundan ayırıb. Yəni, onun sevgisi meyardır, onun məhəbbəti meyardır. Belə yox ki, sevirəm, ona zülm eləyənləri də sevirəm. Belə sevgi olmur. Belə sevgi olmur. Bir halda ki, bütün hamı qəbul edir ki, Peyğəmbər buyurub, kim onu incitsə məni incidib, kim onu qəzəbləndirsə məni qəzəbləndirib. Bunu Peyğəmbər buyurub və hamı da bunu qəbul edir. Hər yerdə bu yazılıb. Bəzəatun minni, o mənim bir parçamdır. O hələ dünyaya gəlməmiş, mənəviyyat aləmində məndən qopub.